Xoş gördük sizi dəyərli izləyicilərimiz. Özəl müsahibənin növbəti buraxılışı efirdədir. Bu dəfə biz Sabah Hub İnnovasiya Mərkəzi haqqında danışacağıq. Ümumiyyətlə görək mərkəzdə hansı yeniliklər bizi gözləyir. Özəl müsahibənin özəl qonağı isə bugün Sabah Hub İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlıdır. Rəhim bəy, xoş gördük sizi özəl müsahibədə. Çox sağ olun, xoş gördük. Bilirik ki, 5 illiyiniz tamam olacaq. İlk öncə bu münasibətlə sizi və kollektivinizi təbrik edirik. Çox sağ olun. Ümumiyyətlə Sabah Hub'da bizi hansı yeniliklər gözləyəcək? Ötən 5 ilə bir geri nəzər salanda, dönüb baxanda hansı belə deyək nəticələriniz deyirsiniz ki, məsələn bu nəticəni əldə etmişik, yəni bu hallar müsbət hallar olub? Bəli. Məncə bundan başlamağımız düzgündür. Son 5 il bizim üçün çox vacib bir 5 il olub. İlk növbədə vurğulamaq istəyirəm ki, biz bu yola təxminim 2022-ci ilin əvvəlindən başlamışıq və ilk günlərimizdən bizə ən çox dəstək olan qurum məhz Elm və Təhsil Nazirliyi olub. Məhz onların dəstəyi ilə biz bir neçə uğurlu layihəni düşünürəm ki, reallaşdıra bilmişik bu 5 il ərzində. İlk növbədə bu bizim Sabah Akademiya layihəmizdir, hansı ki, Azərbaycanda ondan çox ali təhsil müəssisəsi nəzdində fəaliyyət göstərib. Azərbaycanda gənclərimizə sahibkarlıq fəaliyyəti, startup ekosistemi haqqında məlumat verib. Tələbələrimizdə, gənclərimizdə düzgün dünya görüşü, startup nədir, ümumiyyətlə anlayışını düşünürəm gətirə bilmişik. Və elə bunun nəticəsində bundan sonra inkubasiya və akselerasiya proqramlarımız fəaliyyətə başlayıb. İnkubasiyada ideyamız o idi ki, həmin bu gənclərdən kimlərin ki ciddi marağı var ki, hansısa bir biznesi qursunlar, özlərini real həyatda sınasınlar, məhz onlar üçün idi və bizi çox sevindirik ki, illər ərzində 350-dən çox startup burada qurulub. Və yüzlərlə, bəlkə də 1000-ə yaxın tələbə, şagird və həm də korporativ dünyadan olan kolleqalar onlara qoşulub və bu layihələrin üzərində işləyiblər. Bundan sonra akselerasiya proqramımız başlayıb. Burada daha yetkin, ilk məhsulu olan, dövrəsi olan, artıq bazarda böyüməyə çalışan layihələr üçündür. Burada da 100-dən çox startup artıq bu platformadan keçib və illər ərzində bizim hər il keçirdiyimiz, daha doğrusu Baku Investment Day, yəni Baku İnvestisiya günü tədbirimizdə təxmini 35 startup 10 milyon dollara yaxın yatırım qaldıra biliblər və bu da onların inkişafı üçün, yeni bazalara çıxması üçün çox böyük bir amil idi. Bundan paralel biz həm də Venture Studiomuzu yaratdıq. Artıq bizim Venture Studiomuz ondan çox layihəni bazara buraxıb. İndi ən böyük hədəflərimizdən biri odur ki, oradan çıxan layihələrimiz 1 milyon dollar dövrəyə gəlib çıxsınlar. Bir ikisi artıq ona çox yaxındır. Düşünürük ki, sentyabr ayına qədər bir neçəsi də həmin həddi keçə biləcək. Və həm də Azərbaycanın və regionun qabaqcıl venture fondlarından biri Sabah fondu da biz məhz bu illər ərzində bazara buraxa bilmişik. 25 milyon dollarlıq kapitalla mövcud olan fond artıq ilk 11 milyon dolları qaldırıb və son təxmini 18 ay ərzində artıq biz 20-dən çox layihəyə 4 milyon dollara yaxın yatırım eləyə bilmişik. Rəhim bəy, startup qurmaq istəyən gənclər ümumiyyətlə belə deyək də hansı mərhələdə daha çox çətinlik yaşayırlar? Yəni ideyanın formalaşdırılmasında deyək, maliyyə məsələsi və digər məsələlər də ola bilər. Ümumiyyətlə Sabah Hub bu mövzuda necə dəstək göstərir? Düşünürəm ki, gənclər və ümumiyyətlə hansısa bir layihəyə başlamaq istəyən, hansısa bir şirkəti yaradan insanlar hansı mərhələdə daha çox çətinlik çəkirlər sualının çoxlu cavabı ola bilər olsun. Və düşünürəm ki, bunu fərqli insanlar fərqli cür buna baxış sahibi ola bilərlər. Mənim bununla bağlı fikrim belədir ki, ideya məhdud deyil. İdeyaların sayı yəqin ki, sonsuzdur və mənim fikrim odur ki, hər bir insan həyatı ərzində ən azı bir neçə dəfə doğrudan da çox böyük nəticəyə gətirib çıxara biləcək, çox böyük əhəmiyyətli işlər görə biləcək, layihələrlə bağlı ideyalar onların ağlına gəlir, belə deyək. Amma real biz baxanda ekosistemə, bazara, iqtisadiyyata, əlbəttə ki, uğurlu layihələrin sayı hər zaman məhdud olur. Və bu onu düşünürəm ki, göstərir ki, problem ideyada heç zaman olmur. Problem o ideyanın reallaşdırılmasında artıq başlayır. Və buna baxanda düzgün komandanı qurmaq, düzgün insanlarla yola çıxmaq, düşünürəm ki, ən vacib məsələlərdən biri odur. Düzgün fikirlə bazara çıxmaq, bir çox adam elə bilir ki, öz biznesinə sahib olmaq və öz işini qurmaq daha rahat, nəinki hansısa böyük bir şirkətdə işləmək. Məncə bu kökündə səhv olan bir fikirdir. Bu yola çıxan hər bir insan bu yolun nə qədər ağır yol olduğu, nə qədər məsuliyyətli yol olduğu, nə qədər uzun müddətli baxış sahibi olmalısan, bunu çox vaxt tam anlamırlar. Düşünürəm ki, problem məhz burada yaranır.
Yəni ideya mərhələsində deyil, bu ideyanı real biznesa çevirmək, real gündəlik artıq əməliyyat və real bazarda atdığın addımlar. Rəhim bəy, startapların beynəlxalq bazara çıxışı necə belə deyək də dəstəklənir? Düşünürəm ki, startapların beynəlxalq bazara çıxması ən vacib faktlardan biridir. Çünki biz anlayırıq ki, Azərbaycan təxminən 10 milyon əhaliyə malik bir ölkədir və hansısa bir biznəsin doğrudan da çox uğurlu olması üçün onun ölkədən qırağa çıxmağı çox vacibdir, zəruridir və həm də ölkə iqtisadiyyatına maksimal töhfə vermək üçün burada eksport komponenti, yeni bazara çıxış komponenti çox vacibdir. Sentyabr ayında bildiyiniz kimi bizim Sabah City layihəsi start verir. Bilirəm ki, bu layihə ilə bağlı ayrı bir intervyunuz da olub. Bizi çox sevindirir ki, artıq 4 aydan sonra həm biz, həm də ki, bizlə birlikdə bir çox digər şirkətlər də həmin mərkəzdə, innovasiya mərkəzində yer alacaqlar və həmin Sabah City mərkəzində bizim bir neçə proqramımız var. Onlardan biri Nexus proqramıdır. Nexus proqramının məntiqi elə ilk gündən onda olub ki, fərqli ölkələrlə iki tərəfli əlaqələr qurub, Azərbaycanın uğurlu layihələrin həmin ölkələrə çıxışını təmin etmək və həmin ölkələrdən əgər hansısa bir startapa Azərbaycan bazarına gəlmək və burada fəaliyyət göstərmək maraqlıdırsa, həmin dəstəyi göstərmək. Reallıqda onu demək istəyirəm ki, düşünürəm ki, hər bir layihə ilk növbədə yerli bazarında nəsə bir uğur sahibi olmalıdır. Ancaq yerli bazarda hansısa bir uğura nail olandan sonra bunun haqqında düşünə bilər. Bizim ekosistem üçün kifayət qədər gənc bir ekosistemdir. Düşünmürəm ki, bizdə yüzlərlə layihə artıq buna hazırdır. Amma təxmini 10-dan 20-yə qədər aralığında düşünürəm ki, layihə var ki, hansı ki artıq indi və yaxud yaxın artıq bir il ərzində xaricə çıxmaqla bağlı ciddi düşünməlidir. Və bizim ideyamız onlar yeni bazara çıxanda o bazarda bizim yerli partnyorlarımız olsun, o bazara şirkət açmaqla bağlı onlara dəstək göstərək, onlara ofis yeri tutmaqla bağlı dəstək göstərək və ən vacibi düzgün yerli partnyorlar, düzgün B2B əlaqələr, düzgün şirkətlərə çıxışla təmin etmək, o bizim görəcəyimiz işlərə daxildir. Sabah Hub universitetlərlə necə əməkdaşlıq edir? Ümumiyyətlə, tələbələr, gənclər burada hansı proqramlardan yararlanırlar? Əslində, siz az öncə Sabah Akademiyini qeyd etdiniz. Bununla yanaşı digər hansı belə deyək proqramlar var? Əslində, belə deyim, məncə elə ən vacib proqramlardan biri məhz Sabah Akademiyadır və məncə ali təhsil müəssisələrinin, universitetlərin bizim ekosistemdə çox vacib, müstəsna bir rolu var. Biz hətta bu işə başlayanda düşünürəm ki, fərqli qurumlar, fərqli mərkəzlər fərqli yerdən başlayırlar dünyanın hər bir yerində. Bizim buna bağlı fikrimiz oydu ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin və innovasiya ekosisteminin inkişaf etməsi üçün ən təməl lazım olacaq, belə deyək, xam mal, belə deyək, bu insanlardır. Bu düzgün təfəkkürdür, düzgün bacarıqlardır, düzgün yanaşmalardır və məhz ona görə elə bizim İlk getdiyimiz burada Partnyor Elm və Təhsil Nazirliyi olub və onlardan da ilk istədiyimiz dəstək məhz ali təhsil müəssisələri ilə əlaqənin qurulması olub. Çünki biz anlayırıq ki, gələcəyimiz tələbələrdir, gənclərimizdir və biz məhz oradan başlayırıq. Fəxrlə deyə bilərəm ki, biz artıq ondan çox ali təhsil müəssisəsi ilə iş görmüşük son 4-5 il ərzində. Təxmini 5000 tələbə bizim proqramlardan keçib. Və bizim buradakı ideyamız hətta o deyil ki, mütləq şəkildə həmin o tələbə həmin proqramın sonunda sahibkar olacaq və uğurlu layihə ortaya qoyacaq. Biz anlayırıq ki, uğurlu layihə ortaya qoymaq üçün insanın təcrübəsi olmalıdır, insan buna hazır olmalıdır və çox zaman tələbə hələ buna tam hazır olmur. Amma onların gənc yaşında bu ekosistemə bir töhfə vermələri, burada bir iş görmələri artıq onların bir ağlına bunu artıq qoyur ki, belə bir variantım da mənim var. Mən mütləq şəkildə iş yeri axtaran yox, iş yeri yaradan da ola bilərəm, sahibkar da ola bilərəm. Bu çox məncə vacib bir təfəkkür və yanaşma dəyişikliyidir. Həm də ki, ilk günlərdən hansısa bir layihəni ortaya qoyub, nə isə alınır, nə isə alınmır, çətinlərlə üzləşirlər, bir çox layihə alınmır. Amma uğursuz layihə belə onlar üçün bir təhsildir. Biz buna nail olduq və Sabah City layihəsi bunu artıq növbəti bir etapa qaldırır. Əgər Sabah City-yə qədər bizim məntiqimiz belə edir ki, biz fərqli ali təhsil müəssisələrinə gedirik və minlərlə tələbələrlə iş görürük, amma həftə bir neçə saat. İndi bizim ideyamız odur ki, ən yüksək potensiallı gəncləri Sabah City-yə gətirək. Onlar həftənin 2-3, bəzi hallarda 5 günlərini orada keçirsinlər. Heç bizim Sabah Akademiya dərslərində olmayanda belə həmin o abu-havanı hiss etsinlər. Bir qapıdan çıxanda hansısa bir investorla tanış olsunlar,
digər qapıdan çıxanda hansısa bir tədqiqatçı ilə, hansısa bir böyük bir IT şirkətinin, hansısa böyük bir IT şirkətinin işçiləri ilə və bu onlara ümumiyyətlə hansı cür problemlər var, mən kimlərlə iş görə bilərəm, məndən qabaq gələnlər, uğurlu layihə görənlər bunu necə eləyiblər? Yəni daimi şəkildə bu ekosistemdə olmaq və burada belə deyək, böyümək və inkişaf etmək imkanı. Təhsil müəssisələri ilə biznes, belə deyək, sektoru arasında mövcud əlaqələri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Sabah Hub bu əlaqələrin gücləndirilməsinə necə dəstək verir? Düşünürəm ki, bu da çox mühüm bir əlaqədir. Çünki ümumiyyətlə dünya iqtisadiyyatına biz baxsaq, bir çox halda yeniliklər məhz ali təhsil müəssisələrindən çıxır. Ali təhsil müəssisələrinin rolu çox böyükdür. Həm insan kapitalını yetişdirən mərkəzlərdir, həm əqli mülkiyyət bir çox halda məhz oradan başlayır. Ona görə ali təhsil müəssisələrinin rolu həddindən artıq çox böyükdür bu ekosistemdə. Digər tərəfdən sənaye, böyük şirkətlər bu ekosistemdə daha çox həmin o ideyaları və həmin o insan kapitalını istifadə edib real biznes nəticələri və real iqtisadi artımı gətirən şirkətlərdir, qurumlardır. Bir çox halda bunlar arasında dialoq kifayət qədər çətin gedir və bu da normaldır. Çünki ali təhsil müəssisələri daha çox uzunmüddətli insan kapitalının inkişafı, əqli mülkiyyət, birliyin formalaşmasına fokuslanır. Biznes daha çox qısa müddətli və çox praktiki addımlar atmaq istəyir və burada bir çox toqquşma baş verir. Ali təhsil müəssisələrindən çıxan insanlar bir çox tam anlamırlar ki, necə bu ideyaları reallaşdırmaq olar, necə bu bilikləri real həyata tətbiq etmək olar. Digər tərəfdən şirkətlərimiz isə bir çox halda fundamental biliklərlə necə işləmək olar, necə mən bunu götürüm və öz biznesimə bunu tətbiq edə bilərəm, onu tam şəkildə görə bilmirlər. Və bu bir çox halda bir qırılmaya gətirə bilər. Və bu Azərbaycan deyil, düşünürəm ki, dünyanın hər bir yerində bu reallıq var və bu çox məncə normal və gözlənilən bir reallıqdır. Amma burada da məncə bu yenilik deyil. Dünyanın bir çox yerində texnologiya transferi mərkəzləri fəaliyyət göstərir. Və bunların məntiqi və mahiyyəti məhz bu problemi həll etməkdir. Bir tərəfdən ali təhsil müəssisələrini cəlb edirlər, digər tərəfdən şirkətləri. Şirkətlərin problemlərini anlayırlar. Ali təhsil müəssisələrində bunu həll edə biləcək insanlar və onların formalaşdırdığı bilik və əqli mülkiyyət necə istifadə oluna bilər, bunu bir araya gətirirlər. Biz də məhz Sabah City layihəsində Ellenbridge adlı bir layihə üzərində işləyirik və bunun da məntiqi elə odur. Çünki biz anlayırıq ki, Sabah City layihəsində bir tərəfdən bir çox ali təhsil müəssisəsi artıq partnyor kimi bizə qoşulur. Digər tərəfdən bir çox böyük və qabaqda gedən qabaqçı şirkətlər ora artıq gəlirlər və bu mükəmməl bir imkandır ki, bunları bir araya gətirək və düzgün texnologiya transferi mexanizmləri yaratmaqla artıq bu körpünü qura bilək. Ki, buradan çıxan layihələr, ideyalar real tətbiqini tapa bilsinlər. Artıq bu il 4-5 layihə ilə bağlı eksperiment fazası artıq başlayıb. Amma biz bilirik ki, hər növbəti il biz bunu artırmalıyıq və gələcəkdə Sabah City'də bu bilik və bacarıqlarımız olmalıdır. Biz məhz özümüzü burada çox aktiv rolda görürük ki, bu körpünü qurmaqda və bu partnyorluğun uğurlu olmağında öz töhfəmizi verək. Bilirik ki, süni intellekt dalğası gəlir. Əslində, süni intellekt hazırda həyatımızın hər bir mərhələsindədir. Ümumiyyətlə, Sabah Hub daxilindəki layihələrin nə qədər bu texnologiya üzərində qurulub? Onu düz vurguladınız ki, süni intellekt dalğası gəlir. Mən hətta deyərəm ki, artıq gəlib və biz bunu artıq anlayırıq və düşünürük ki, ümumiyyətlə bu ölkə səviyyəsində hər bir ölkə üçün böyük bir riskdir. Çünki bizim dövrün texnologiyaları o qədər tez inkişaf edir ki, bu texnologiyalara yiyənilə biləcək şey ölkələrlə yiyənilə bilməyən ölkələr arasında çox böyük bir artıq fərq yarana bilər. Və bu geridə qalmış ölkələr üçün çox böyük bir riskdir. Və bizim üçün çox vacibdir ki, biz də burada öz töhfəmizi verək ki, Azərbaycan bu texnologiyaya vaxtında yiyənilə bilmiş, vaxtında istifadə edə bilmiş və bu texnologiyanın iqtisadi səmərəliyini istifadə edə bilmiş ölkələrdən biri olsun. Bununla bağlı çoxlu eksperimentlər gedir dünyanın hər bir yerində. Yaxşı xəbər odur ki, düşünmürəm ki, biz indi geridəyik. Nəyə görə? Çünki bir çox ölkədə, bir çox şirkət çox böyük yatırımlar bu sahəyə eləyir və son tədqiqatlar bunu göstərir ki, milyardlarla, bəzi hallarda hətta yüzlərlə milyard yatırım bu sahəyə olunur, amma onun geri dönüşü çox aşağıdır. Hələlik ki, şirkətlər, böyük şirkətlər belə, böyük ölkələr belə tam şəkildə süni intellekt dalğasından yararlanmaq qabiliyyətinə hələlik ki, malik deyirlər və daimi şəkildə bunun yollarını axtarırlar. Azərbaycan daxilində biz Sabah Hub olaraq
artıq öz daxilimizdə demək olar ki, hər bir layihədə süni intellekt komponenti olur. Və biz də daimi şəkildə fərqli biznes proseslərində süni intellekti tətbiq etməyə çalışırıq və çalışırıq ki, bunu necə tətbiq etmək lazımdır Azərbaycan reallığında bu sualın cavabını tapaq. Biz öz rolumuzu burada 2 mərhələli görürük. Birinci mərhələdə Sabah Hub-ın daxilində və Sabah Hub-ın daxili ekosistemində fəaliyyət göstərən startaplarda süni intellekt həllərini tətbiq eləyək və burada ilk uğuru qazanaq. Özümüz bunu uğurlu eləyə biləndən sonra artıq bazara çıxıb, artıq bunu digər şirkətlərə, digər dövlət qurumlarına da təklif eləyək ki, Sabah Hub-ın daxilində yaranan bu bilik bazası Sabah Hub-ın daxilində qalmasın. Biz bunu Sabah Hub, Sabah City kimi layihələr vasitəsilə daha geniş auditoriyaya çatdıraq və iqtisadiyyata bu yolla da öz töhfəmizi verə bilək. Bir çox uğurlu tədbirlər təşkil edirsiniz, layihələr icra edirsiniz. Ümumiyyətlə, bu layihələr, tədbirlər vasitəsilə Azərbaycanlı gənclərin xarici investorlarla canlı təması yerli ekosistemdə nələr dəyişir? Vurğuladığım kimi, biz çox sevinirik ki, 10 milyon dollara yaxın bir yatırım qaldıra bilib, 30-dan çox layihə bizim ekosistemdə son illər ərzində. Və reallıq odur ki, bu qaldırılmış yatırımın demək olar ki, 80%-dən çox bir hissəsi məhz xarici investorların payına düşür. Xarici investor dediyimizdə bu ən çox Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa bölgələrinə düşür. Və əlbəttə ki, ilk növbədə yatırım qaldıranda ilk gördüyün töhfə elə məhz həmin yatırımın verdiyi töhfədir. Şirkətlər öz məhsullarını təkmilləşdirmək üçün, yeni bazarlara çıxmaq üçün, komandalarını böyütmək üçün bir mali imkanı əldə edirlər və bu onlara dəstək göstərir. Amma düşünürəm ki, bundan heç də az vacib olmayan digər bir faktor həmin o layihələrin, yatırım qaldırmış layihələrin təfəkkürünün dəyişməsidir. Çünki xarici investordan yatırım qaldırmış bir komanda artıq xarici investor hansı sualları verir? Onun gözləntiləri nədir? Mən nəyi ortaya qoymalıyam ki və nəyi göstərməliyəm ki, həmin investor bunu anlasın və bunu bəyənsin və öz yatırımını mənim layihəmə etsin. Və ən azından bu insanlarda lokal iqtisadiyyat və lokal bazar məntiqindən və hədəfindən artıq ən azından regional, bəzi hallarda qlobal bazara uyğunlaşmaq və qlobal bazar üçün aktual olan layihəni ortaya qoymaq artıq zərurətini onu artıq anlayırlar, belə deyək. Və düşünürəm ki, burada ən vacib faktor məhz budur. Digər vacib faktor odur ki, yatırımı qaldırmaq bir məsələdir. Amma yaxşı investor normalda mütəmadi şəkildə öz yatırım etdiyi şirkətlərlə işləyir. Bu deməkdir ki, artıq həmin gənclərin, həmin şirkət sahiblərinin artıq demək olar ki, 24/7 regional venture kapitalına, regional fondlara çıxışları artıq olur. Yeni bazara çıxanda hansısa bir qapını açmaq, hansısa bir şirkətlə tanış eləmək, hansısa bazarla bağlı bir məlumatı bölüşmək, artıq elə bilin ki, həmin o yatırım eləyən bu fondlar həm də burada layihələr üçün bir şərik rolunu da artıq oynamağa başlaya bilirlər. Və düşünürəm ki, bu faktorlar və bu faktorların verdiyi dəyər hətta pulun verdiyi dəyərdən bəzi hallara daha üstün olur. Və son olaraq Rəhim bəy, öz şəxsi biznesini qurmaq istəyən, startapını yaratmaq istəyən gənclərə şəxsi mesajınız nə olardı? Düşünürəm ki, bu da milyonluq sualdır və internetdə də baxsaz, fərqli biznes insanları, fərqli uğurlu şəxsiyyətlər, fərqli ali təhsil müəssisələri bununla bağlı tədqiqat aparırlar və hər zaman hər adam uğurun formulasını tapmağa çalışır. Bununla bağlı məlumat çoxdur. İstəyərdim ki, daha çox bəlkə öz təcrübəmdən və Azərbaycan reallığında gördüyüm və çox adamın harada səhv eləyir, çox vaxtı nəyə hazır olmur, bu prizmadan məsələyə baxın. Düşünürəm ki, ilk növbədə uğurlu layihə görmək istəyən şəxs özü üzərində işləməlidir. Çox sadə riyazi bir reallığa toxunmaq olar burada. Misal üçün, kimsə bir layihəni başlayanda, misal verim, ortalama bizim ilk yatırım raundumuzda hansısa bir startup normalda gəlir deyək ki, bir 200 min dollarlıq bir yatırım qaldırmağa çalışır. Və çox halda bunun qarşılığında təxminən şirkətin 10%-ni verir. Bu deməkdir ki, şirkəti artıq başlayan kimi kimsə artıq 2 milyon dollarlıq bir dəyər qoymalıdır. Sual yaranır, əgər bunun cəmi 200 min dolları maliyyə yardımı və yaxud maliyyə yatırımıdırsa, qalan 1,8 milyon dollar hardan gəlir? Və bunun cavabı odur ki, həmin o insanların, həmin o ilkin təşkilçi olan komandanın potensialıdır.
Və insan özünə sual verməlidir ki, mən gedib kimdənsə bu yatırımı qaldıranda və özümə burada 1.5 milyonluq, 2 milyonluq, bəzi hallarda daha böyük bir maliyyə dəyəri qoyanda bu dəyərin qarşılığında nə durur? Mənim hansı həyat təcrübələrim, hansı bacarıqlarım, hansı biliklərim var ki, mən artıq ona hazıram. Ona görə düşünürəm ki, ilk növbədə insanın öz layihəsinə qoyduğu ən böyük yatırım öz vaxtıdır və öz potensialıdır. Və insan hansısa bir layihəyə ciddi başlamaqdan qabaq ilk növbədə həmin o potensialı artırmaqla məşğul olmalıdır. Bu gəlib artıq dirənir onun təhsilinə, bu artıq gəlir onun həyat təcrübələrindən, bir çox halda dövlət və ya korporativ sektorda işlədiyi illərdən və s. Amma insan ilk növbədə o sualın cavabını tapmalıdır ki, mən nəyi ortaya qoya bilirəm? Mən nəyə artıq nail olmuşam və mənim dəyərim hardan gəlir? İkinci məsələ, düşünürəm ki, bunun qədər vacib məsələ, ilk suala cavab verdin ki, sənin masaya qoyduğun dəyər nədir? İkinci adamın ən vacib verəcəyi qərar odur ki, mən bu işi kimlərlə görürəm? Və o da həmin prizmadan keçməlidir. Ki, digər insanlar kimlərdir? Onlar masaya hansı dəyəri qoya bilirlər? Bir çox insan səhvə yol verir burada, ancaq dostlarla, qohumlarla, yaxınlarla, kimlə işləmək rahatsa onunla işləməyə çalışır. Amma burada düzgün komandanın formalaşması, o insanların da ortaya bir dəyər qoymaqları çox vacib faktordur. Düşünürəm ki, düzgün komanda seçimi, düzgün şəriklərlə və insanlarla yola çıxmaq daha vacib, nəinki ideya və yaxud hətta sənin hansısa bir əməliyyat, bir planın. Çünki plan həmişə dəyişə bilər. İdeya səhv çıxsa, ideya da dəyişə bilər, amma həmin insanlar burada ən vacib faktor rolunu oynayırlar. Və üçüncü məsələ, məncə çox halda burada da bir qırılma olur. Özünün deyək ki, yüksək potensialı var və bacarıqların var və bu işə hazırsan. Partnyorların, şəriklərin həmçinin bu potensialı var. Amma yola çıxandan sonra hər adamın hansısa bir ideyası olur ki, belə olacaq. A addımı, B addımı, C addımı hər şey yaxşı olacaq. Reallıqda demək olar ki, heç vaxt iş belə getmir. Sən bazara çıxandan sonra gözləmədiyin yerdən zərbələr alırsan, gözləmədiyin yerdən işlər gözlədiyin kimi getmirlər. Hansısa bir müqaviləni gözləyirsən, bu müqavilə gəlmir. Hansısa komanda yoldaşın yolun yarısında səni qoyur, gedir və s. Və əgər bu çətin anlarda insanın dözümlülüyü olmayanda, çox halda sən uğura gəlib çatmayana qədər o qırılma baş verir. Mənim gördüyüm hər bir uğurlu layihə çox uzun müddətli əziyyətdən sonra gələn uğur olub. Və əgər o dözümlülük faktoru yoxdursa, çox halda həmin o sahibkarlar uğura gəlib çatmamışdan qabaq artıq bu yoldan çıxırlar. Qayıdırlar korporativ işlərinə, digər sektorda işləməyə və öz ideyalarını, öz arzularını qırağa qoyurlar. Üçüncü faktor deyərdim ki, bu dözümlülük faktorudur. Bir insan bu yola çıxanda psixoloji hazır olmalıdır ki, bu yol çətin olacaq, mən bunu anlayıram, mən bunu bilirəm və mən hər bir çətinliyə hazıram. Əgər insan başlayanda belə bu çətinliyə hazır deyilsə, çox böyük ehtimalla uğura nail olmamış artıq bu yoldan çıxacaq. Üçüncü faktoru buna deyərdim ki, dözümlülük, səbir və düzgün insanlarla uzun müddətli yola çıxmağa hazırlıq. Əslində, uğurlu insanların uğurlu işlərini görəndə sahibkar olsun, fərq yoxdur, elə jurnalist olsun, fərq etmir. Həmişə kənardan deyirlər ki, çox asan əldə edir hər şey. Amma əslində sizin də qeyd etdiyiniz kimi elə deyil bu. Böyük uğurların, böyük işlərin arxasında gərgin zəhmət, səbir qeyd etdiyiniz kimi və yaxşı komanda dayanır. Necə deyirlər, tək əldən səs çıxmır. Elədir, elədir. Rəhim bəy, çox təşəkkür edirəm sizə ki, belə maraqlı və özəl müsahibə üçün. Çox sağ olun. Siz sağ olun, minnətdaram. Çox sağ olun. Çox sağ olun. Dəyərli izləyicilərimiz, bununla da özəl müsahibə verilişi sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin özəl qonağı bugün Sabah Hub İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı idi. Görüşmək ümidi ilə sağ olun.